Bu 4 əlamət insanın tərbiyəsiz olduğunu göstərir. Birincisi, əsəbləşəndə danışıq tərzi. Sakit vaxtı hamı mədəni ola bilər, amma insan hirslənəndə də təhqir eləmirsə, alçatmırsa, sözünün yerini bilirsə, bu artıq tərbiyədir. Yox, qışqırıb bağırırsa. İkincisi, gücsüz insana münasibət. Vəzifəsi, pulu, gücü olmayan adama necə davranırsa, əsl üzünü onda göstərir. Afisiyanta, fəhliyə, yaşlıya münasibət insanı çox tez tanıdır. Üçüncüsü, haqsız olanda davranışı. Səhvini qəbul edən, üzr istəməyi bacaran insan tərbiyəli insandır. Hər dəfə özünü haqlı çıxarmağa çalışan adamda isə problem var. Dördüncüsü, pul və vəzifəyə görə dəyişib dəyişməməsi. Bəzi insanlar imkan tapanda sanki başqa adama çevrilirlər, dünən salam verdiyi adamı bugün tanımırlar. Ətrafınızda belə insanlar varmı? Şərhə yazarsınız. Dostlar, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bu cür videoların davamını istəyirsinizsə, şərhə davam yazın.